Salam olsun hər kəsə. Demək uşaqlar biz keçən dəfə həzm sistemi maddələr mübadiləsinin 50-yə qədər olan testini izah eləmişdik. İndi isə 51-dən başlayaraq izoterapiyaya davam eləyəcəyik. 2023 biologiya. Başlayırıq 51-dən. Demək 51-də də bizə deyir ki, yetkin insanda normalda alt çənədəki böyük azı dişlərin sayının bu çənədəki kəsici dişlərin sayına olan nisbəti. Uşaqlar biz bilirik ki, yetkin insanda normalda alt çənədəki böyük azı dişlərin sayı yetkin insandan danışırıq. 3 dənə bu tərəfdə, yəni alt çənənin sağ hissəsində, 3 dənə sol hissəsində olur. Yəni ümumilikdə 6 olur. Alt çənədəki böyük azı dişlərin sayının 6'ını götürürük. 6 götürürük. Bu çənədəki kəsici dişlərin sayına olan nisbəti. Alt çənədə də kəsici dişlərin sayı nə qədərdir? 4 dənə. 4 dənə. Bunu da ixtisar aparırıq. Hərəsini 2-yə. Qalır 3'ün 2-yə nisbəti. Cavab 3'ün 2-yə nisbətidir. Yəni B variantı. Baxırıq 52-yə. 52'yə baxırıq. Həzm kanalının hansı hissəsinə kanaldan kənarda yerləşən daha çox iri vəzi axacağı açılır? Yəni kanaldan kənarda yerləşən iri vəzi axacağı hansıdır? Yəni belə deyək də, biz deyirdik ki, 3 cüt iri ağız suyu vəzləri var. Qulaq yanı, çənaltı, dilaltı. Bu da hara açılır? Ağız boşluğuna açılır. Y variantı. 53'ə baxırıq. Həzm kanalına kanaldan kənarda yerləşən cəmi neçə iri həzm vəzinin axacağı açılır? Artıq burada cəmin soruşur bizdən. Yuxarıda deyirdi ki, 52'də deyirdi daha çox, yəni kənarda yerləşən daha çox iri həzm vəzinin axacağı açılır. 53'də deyir ki, həzm kanalından kənarda yerləşən cəmin soruşur bizdən. Biz bilirik ki, nədir? 6 dənə odur, dilaltı, çənaltı, qulaq yanı. 3 cütdür, yəni 6 dənə. Biri qaraciyərdir, biri də mədaltı vəzdir. Bunlar həzm kanalından kənarda yerləşən həzm vəzinin axacağı açılır. O 6 dənə ağız boşluğuna açılır. Qulaq altı, çənaltı, qulaq yanı, çənaltı, dilaltı, mədaltı vəzidir, qaraciyərdir. Bunlar açılır 12 barmaq bağırsağa. Yəni 6 dənə o, mədaltı və qaraciyər. Bu da elədir 8 dənə. Yəni cavab B variantı. 54'ə baxırıq. 54'də də deyir ki, insanda həzm kanalından kənarda yerləşən neçə həzm vəzinin axacağı 12 barmaq bağırsağı açılır. Bayaq da dedim, 53-cü sualda onun izahını verdim. Qaraciyərlə mədaltı vəzi açılır 12 barmaq bağırsağa. Yəni 54'də Y variantı 2 dənə. 55'ə baxırıq. İnsanın həzm kanalında zülalların həzmə uğradığı ardıcıl mühitlər. Zülallar, uşaqlar, həzmə uğrayır harda? 55'də. Zülallar həzmə uğrayır harda birinci? Birinci həzmə uğrayır mədədə. Mədənin də mühiti turş mühitidir. Sonra harda? Nazik bağırsaqda. Bunun da mühiti qələvi mühitdir. Demişdik ki, ağızda mühit zəif qələvidir. Mədədə mühit turş mühitdir. Nazik bağırsaqda mühit qələvidir. Yoğun bağırsaqda isə zəif qələvidir. Burada da cavab B variantını götürəcəyik. 56'ya baxırıq. Normal ontogenez zamanı 13 yaşlı uşaqda alt çənədə bütün kəsici dişlər çıxarılarsa, qalan dişlərin sayının yetkin insanda olan dişlərin sayına nisbəti neçə olar? Uşaqlar 13 yaşlı uşaqda böyük azı dişlər var, amma ağıl dişləri yoxdur. Demək burada böyük azı dişlərin sayın deməli 4 dənə yuxarıda, 4 dənə aşağıda götürürük. Yəni 8 dənə. 8 dənə. 13 yaşlı uşaqda alt çənədəki bütün kəsici dişlərin deyir, uşaqlar üzr istəyirəm. Kəsici dişlərin sayı 8 dənədir. Alt çənədə isə 4 dənədir. 4 dənə alt çənədə, 4 dənə üst çənədə.
Deyir ki, indi alt çənədəki bütün kəsici dişlər çıxarılıb 13 yaşlı uşaqda. Alt çənədəki bütün kəsici dişlər çıxarılıbsa, deməli 4 dənə kəsici dişlər çıxarılıb. 13 yaşlı uşaqda axı ağıl dişləri yoxdur. Ağıl dişlərində ümumi sayı 4 dənədir. Deməli artıq 32 dənə dişdən 4 dənə kəsici diş çıxarılıb 13 yaşı uşağı olduğu üçün onun da ağıl dişləri olmadığına görə deməli ki 32-dən çıxıram 8-i. 4 dənə kəsici diş çıxıram. 4 dənə də ağıl dişlərini çıxıram. 32-dən 8 çıxanda nə qədər eləyir? 24 eləyir. Qalan deyir dişlərin sayının, yəni 24. Qalan dişlərin sayının yetkin insanda olan dişlərin sayına nisbəti neçə olar? Yəni yetkin insanda nə qədər diş var? 32 dənə diş var. Bunun buna nisbətini istəyir bizdən. İndi bunları ixtisar aparaq, görək elə nə qalır? 24 gedir 4-ə 6 dəfə, 32 4-ə 8 dəfə. Bunlar da iki hərəsi 2-yə ixtisar getsə 3, 3-ün 4-ə nisbəti var. Cavab da bəli, A variantı. 56-da da cavab olacaq A variantı. Ümid edirəm ki, hər şey aydın oldu. Nə aydın olmasa şərh bölməsində qeyd eləyərsiniz, yenidən izah verərik. 57-yə baxırıq. Normal ontogenez zamanı 13 yaşlı uşaqda bütün köpək dişləri çıxarılarsa, köpək dişləri nə qədər olur? 4 dənə. İkisi yuxarıda, ikisi aşağıda. Deməli bunun 13 yaşlı uşağında hələ ağıl dişləri də çıxmayıb. Çünki ağıl dişləri 16 yaşdan sonra çıxır. Bunun 4 dənə köpək dişləri çıxarılıb, qaldı deməli 4 dənə də ağıl dişləri yoxdur. Qaldı ümumi 13 yaşlı uşağın 24 dənə dişi. Qalan dişlərin sayının yetkin insanların dişlərinin sayına nisbəti neçə olar? Qalan yenə də 3-ün 4-ə nisbəti. Bayaqki kimidir də. Yenə də 24-ün 32-yə, yenə də ixtisar gedir 3-ün 4-ə nisbəti olur. Y variantı. 58-ə baxırıq. 58-də bizdən soruşur ki, hansı qrafik qidadakı zülalların insanın həzm kanalından keçməsi zamanı həzm şirələrinin təsirindən əmələ gələn amin turşularının miqdarının dəyişməsi göstərilir. Deməli uşaqlar, testə baxmamış onu deyim ki, həzm kanalında zülalların parçalanması, yəni zülallar nəyə parçalanır? Amin turşularına parçalanır da. Zülalların parçalanması mədədə başlanır. Yəni ağız boşluğunda zülal parçalanmır. Düzdür, zülal qismən kimyəvi təsirə uğrayır, amma karbohidrat qismən parçalanır da ağızda. Amma zülal harda parçalanmağa başlayır? Mədədə parçalanmağa başlayır. Və zülal parçalandıqca amin turşularına ayrılır. Yəni amin turşuların sayı çoxalır. İndi bizdə testdən deyir ki, amin turşuların miqdarının dəyişməsini göstər. Amin turşuların miqdarının dəyişməsi A variantında ağızda qrafikdə göstərir ki, artır. Mədə və 12 barmaq bağırsaqda sabit qalır. Yalandır. Ağızda o sabit qalar, ümumiyyətlə dəyişməz. Mədə və 12 barmaq bağırsaqda artar. B variantı da getdi. İzaha görə. C variantına baxırıq. Bax, ağız boşluğunda heç bir şey yoxdur. Aha. Artıq mədədə artmağa başlayır amin turşuların sayı. Niyə? Çünki zülallar artıq parçalanmağa məruz qalır. Zülallar da parçalananda nəyə parçalanır? Amin turşularına parçalanır. Və 12 barmaq bağırsaqda da artıq amin turşuların sayı artır. Yəni burada cavab D variantına, Y variantına baxmağa ehtiyac yoxdur. C variantıdır. 59-a baxırıq. Deyir ki, insanda həzm kanalının hansı şöbəsinin əsasən döş boşluğunda yerləşir? Uşaqlar, nazik bağırsaqdır, mədədir. Bunlar qarın boşluğunda yerləşir. Udlaq da aidiyyatı yoxdur. Burada qida borusudur. Qida borusu isə döş boşluğunda yerləşir. Yəni, burada cavab olacaq B variantı. Görüm, indi şəkil tapsam, burada göstərəcəm sizə. Həmən həzm sistemi şəklini. Orada qida borusu falan gəlir mədəyə, mədədən keçir 12 barmaq bağırsağa, sonra artıq nazik bağırsaq, yoğun bağırsaq və s. belə devam edir. 60-da nə deyir bizdən? 60-da deyir ki, şəkilə əsasən hansı ifadə doğru deyil? Şəkilə əsasən hansı ifadə doğru deyil? Baxırıq. Üçünün 3 mədədir. Şirəsinin fermentləri karbohidratları həzm etmir yazıb.
Əslində bu doğrudur da, həzm etmir də karbohidratları. Birə sonra B variantına baxırıq. Birə yağlar, karbohidratlar, zülallar daxil olur. Düzdür. Daxil olur da hamısı qida borusu ilə gəlir hara mədəyə. 3-ə baxırıq. 3-də gliserin və yağ turşuları yoxdur mədədə. Mədədə biz demişdik ki, süd zülalları, süd yağları parçalanır və orada deyir ki, yağlar da parçalanır, nəyə parçalanır? Gliserin və yağ turşularına. Burada da deyir ki, 3-də gliserin və yağ turşuları yoxdur. Yalan deyir. Çünki mədədə yağlar parçalanır nəyə? Süd yağları gliserin və yağ turşularına parçalanır. Yəni doğru olmayan cavab C variantıdır. Baxırıq 61-ə. 61-ə baxırıq. Şəkilə əsasən hansı ifadə doğru deyil? Burada da bizdən indi doğru olmayan, doğruduru soruşur 61-də. Deyir ki, birə yağlar, karbohidrat, züla daxil olmur. Niyə daxil olmur? Hamısı ağız boşluğundan daxil olur. Qida borusudur da bir. Daxil olur, keçir mədəyə, oradan da 12 barmaq, nazik bağırsaq, yoğun bağırsaq və s. Deməli, A variantı səhvdir, bizdən doğru olanı istəyir. 2-də heyvan mənşəli yağların parçalanması baş verir. 2-də 12 barmaq bağırsaq. Heyvan mənşəli yağların bəli də yağlar da parçalanır, orada karbohidratlar da parçalanır, nazik bağırsaqda zülallar da parçalanır və s. Elə burada cavab B variantıdır. Ümumi C variantına da baxaq hələ görək nə deyir o birisi variantlarda. Amma cavabımız B variantıdır. 3-ün şirəsinin fermentləri karbohidratları həzm edir. Karbohidratlar yox, zülallar və yağlar orada həzm olunur. Bu da səhvdir. 3-də süd yağlarını parçalayan ferment yoxdur. Mən demişdim, süd zülalları və süd yağlarını parçalayan fermentlər var. 2-də amin turşular yoxdur. 2-də niyə amin turşular olmasın? 2-də də 12 barmaq bağırsaqda da amin turşular var da. Elə zülallar məsəl üçün parçalanır amin turşularına. Yəni burada cavab B variantı. 62-yə baxırıq. İnsanın yoğun bağırsağında yaşayan faydalı bağırsaq çöplərinin sayı azalarsa, orada deyir ki, nə baş verər? Orada nə baş verər? Deyir ki, bağırsaq çöplərinin sayı azalarsa, orada nə baş verər? Bilir ki, K və B vitaminləri necə deyərlər, sintez olunur orada. Elə burada da cavab nə olacaq? Bəzi vitaminlərin sintezi zəifləyər. Bəli, bağırsaq çöplərinin sayı azalarsa, bəzi vitaminlərin sintezi, yəni K və B vitaminlərinin sintezi nə olacaq? Zəifləyəcək. Sonra baxırıq 63-ə. İnsanın həzm kanalının hansı şöbəsində sərbəst amin turşuların miqdarı daha çoxdur? Uşaqlar, sərbəst amin turşularının miqdarı deyir ki, daha çoxdur. Yəni, bu nə deyir ki bizə? Deyir ki, yəni, zülallar harada daha çox parçalanır da? Zülallar daha çox harada parçalanır? Nazik bağırsaqda parçalanır. Nazik bağırsaqda da parçalananda isə nə olur? Amin turşularına parçalanır. Deməli, baxırıq, udulaqda xeyir, ağız boşluğunda xeyir, kör bağırsaqda xeyir, qida borusunda xeyir, həzm kanalının ən uzun şöbəsində, bəli, həzm kanalının ən uzun şöbəsi nazik bağırsaqdır. Bunun da hardasa uzunluğu təxminən 3-7 metrdir. Yəni, minimum 3, maksimum 7 metrdir. Artıq diametrdə desən 3 santimetrə qədər gəlib çıxır. Yəni, 63-də cavab C variantı. 64-də baxırıq. İnsanın həzm kanalının hansı şöbəsində sərbəst yağ turşularının miqdarı daha çox olur? Yenə də həzm kanalının ən uzun şöbəsində. Çünki karbohidratlardır, yağlardır, zülallardır, hamısı daha çox nazik bağırsaqda parçalanır. Həzm kanalında 65, həzm kanalında kənarda yerləşən vəzlər. Uşaqlar, həzm kanalından kənarda yerləşən vəzlər biraz əvvəlki sualda da izahləmişdim. 3 cüt qulaqaltı, çənaltı, qulaqyanı, çənaltı, dilaltı vəzlər, qaraciyər, bir də mədaltı vəzlərdir. Görək indi burada nə var? Qaraciyər, bağırsaq vəzləri, xeyir, qaraciyər və mədə vəzləri, xeyir, mədaltı vəzi, bağırsaq vəzləri, xeyir, qaraciyər və mədaltı vəzi. Cavab D variantı. Bunu siz əzbərləməlisiniz, kitabda var. 66. Həzm kanalının daxili divarlarında yerləşən vəzlər. Uşaqlar, həzm kanalının daxili divarında yerləşən vəzlər mədə vəzləri və bağırsaq vəzləridir. Aydın oldu? Yəni, daxili divarında yerləşən həzm kanalının qaraciyər getdi, burada mədaltı vəzi getdi, mədaltı vəzi getdi, mədaltı vəzi getdi. Yəni, burada cavab oldu
A variantı mədə vəzləri və bağırsaq vəzləridir. 67-yə baxırıq. 4 yaşlı uşağın ağzında normalda neçə azı dişi olur? Uşaqlar 4 yaşlı uşağın ağzında 8 ədəd azı dişi olur. Özdə kiçik azı dişi olur ha. 2 dənə, 4 dənə yuxarıda, sağ və sol tərəfdə hərəsində 2 dənə, 4 dənə daha aşağıda. Çünki burada böyük azı dişiləri hələ 6-12 yaşdan deməli sonra çıxır. Və 16 yaşdan da sonra da ağıl dişləri çıxır. Baxırıq nəyə? 68-ə. 14 yaşlı yeniyetmədə normalda cəmi neçə böyük azı dişləri var? Yenə də 2 dənə, 4 dənə yuxarıda, ikisi sağ, ikisi sol, 4 dənə də aşağıda. İkisi sağ, ikisi sol. Yəni 68-də C variantı. Baxırıq 69-a. Həkim dişlərini müayinə etdirən şəxsə sayı 6. Yox. Həkim dişlərini müayinə etdirən şəxsə sayı alt sənədəki kəsici dişlərin sayına bərabər olan dişləri müalicəyə ehtiyac olduğunu söyləyir. Deyir ki, alt sənədəki kəsici dişlərin sayına bərabər olan dişləri müalicəyə ehtiyac olduğunu söyləyir. Alt sənədə nə qədər kəsici dişlərimiz var? 8 dənə. Bərabər olan dişlərin müalicəyə ehtiyac olduğunu 8 dənəyə nə bərabərdir? Kiçik azı dişləri bərabərdir də. Kiçik azı görək elə bu yetkin yaşdır, yoxsa nədir? Həkim dişlərini müayinə etdirən şəxsə sayı alt sənədəki kəsici dişlərin sayına bərabər olan dişləri müalicəyə ehtiyac olduğunu söylər. Bu şəxsin neçə dişi? Həm müalicə olunmalıdır elə 8. 8. Niyə 8? Çünki deyir ki, sayı alt sənədəki kəsici dişlərin sayına bərabər olan dişlərin müalicəyə ehtiyac olduğunu söyləyir. Deyir ki, sayı onsuz da o kəsici dişlərin sayına bərabərdir. Şəxsə sayı alt sənədəki kəsici dişlərin sayına bərabər olan dişlərin alt sənədən deyirsə, ümumi kəsici dişlərin sayı ağızda nə qədərdir? 8 dənədir. Alt sənədə isə 4 dənədir. Yəni, burada cavab nə olacaq? 4 olacaq. Çünki deyir ki, alt sənədəki kəsici dişlərin sayına bərabər olan dişlərin müalicə ehtiyac olduğunu söyləyir. Yəni, alt sənədə nə qədər kəsici dişlərimiz var? 4 dənə. Bu 4 dənə dişlərin sayına bərabər olan dişlərin müalicəsi olduğunu söyləyir. Burada cavab A variantı. Yəni, 4 dənə. 70-də deyir ki, hormon ifraz edən vəzisi şəkildə hansı rəqəmlə işarə olunub? Uşaqlar, onu dedim ki, kitabda şəkillərə diqqətlə baxın. Yəni şəkillərdən testlərə də düşür. Burada da hormon ifraz edən vəzi mədaltı vəzidir. Yadınızda da demişdik ki, mədaltı vəzlər insulin və qlikoqon hormonu ifraz edir, qanda şəkərin miqdarını tənzimləyir. Yəni 2. Cavab D variantı. 71-ə baxırıq uşaqlar. 71-də bizə deyir ki, həzm kanalında fermentlərin təsirindən karbohidratlar ardıcıl olaraq hansı mühitlərdə parçalanır? Uşaqlar, biz biraz əvvəl də demişdik ki, karbohidratlar qismən ağızda parçalanır, mədədə parçalanmır, bir də ki, nazik bağırsaqda parçalanır. Yəni, ağızın mühiti nə idi? Zəif qələvi idi. Nazik bağırsağında mühiti isə qələvi idi. Yəni, burada cavab birinci zəif qələvi, sonra qələvi variantlara baxaq. D variantı. Zəif qələvi və qələvi. 72-yə baxırıq. 72-də uyğunlaşdırmağımızı istəyir mədaltı vəziyə aid olan xüsusiyyətlər, qaraciyərə və hər ikisinə aid olan xüsusiyyətləri indi sadalayacağıq. Deməli, mədaltı vəzi qaraciyər. Baxırıq birinci bizə nə deyir? Xarici sekresiya vəzisidir. Xarici sekresiya vəzisi nədir uşaqlar? Qaraciyərdir də. Mədaltı vəzi isə qarışıq vəzlərə aid idi. Deməli, qaraciyəri götürürük Z-ə. Biri götürürük Z-ə. Götürdük. Həzm kanalından kənarda yerləşən vəzidir. Yenə burada hər ikisinə aid götürürük. Yəni, görək burada yaza biləcəyik. Burada görək yaza biləcəyik. X, Y, Z bərabərdir. X-a deməli həzm kanalı xarici sekresiya vəzisidir. Z, yəni Z-ə 1. Yazamayacaq orada yerimiz çatmayacaq. Z-ə 1. Mən deyirəm siz yazın. Z-ə 1 baxırıq hər ikimiz. 2-yə baxırıq. Həzm kanalında kənarda yerləşən vəzidir. Hər ikisi həzm kanalından kənarda yerləşir. Yəni Y-ə aiddir 2. Qarışıq sekresiya vəzisidir. X-a aiddir 3.
Sayları təkdir. Məlum məsələ. Hər ikisinin sayı təkdir. Y-ə aiddir 4. Baxırıq görək variantlara baxıraq. Aha, Y-ə 2 ilə 4 aid oldu. Deməli cavab ya A-dır, ya C-dir. Xarici sekresiya bəhsi oldu Z. 1-ə də Z aiddir. Əfsus, cavab deməli C variantıdır. İndi baxırıq bir dənə. Axacağı 12 barmaq bağırsağı açılır. Məlum məsələ, hər ikisinin axacağı 12 barmaq bağırsağı açılır. Funksiyasının pozulması pankreatit xəstəliyinə səbəb olur. Bu uşaqlar mədə-altı vəzidir. Bunu kitabdan oxumalısınız. 7-yə baxırıq. Funksiyasının pozulmasında sirroz xəstəliyinə səbəb olur. Bu da qaraciyər sirrozdur. Bunu da qaraciyərə götürürük. Qarın boşluğunda yerləşir. Hər ikisi də qarın boşluğunda yerləşir. Yəni burada cavab C variantıdır. 73-ə baxırıq. Ödə aid xüsusiyyətlərdən hansı düzgündür? Uşaqlar, ödə aid xüsusiyyətlərdən deyir ki, hansı düzgündür? Suyun və mineral maddələrin, vitaminlərin solmasını təmin eləyir. Bu xeyir. Sellozanın bakterial parçalanmasını təmin edir. Bunlar hamısı bu A-dır, B-dir. Bunlar yoğun bağırsağa aiddir. Qida qalıqlarının ansa doğru yoğun bağırsaq yağların həzmini asanlaşdırır. Bəli. Ödə aid xüsusiyyətlərindən biri yağların həzmini asanlaşdırır. Zülalların hamı türklərinə parçalayır. Xeyr. Deməli burada cavab oldu D variantı. 74-ə baxırıq. 74-ə baxırıq. İnsanda həzm kanalında zülalların iki fərqli mühitdə parçalandığını söyləmək olarmı? Bəli, olar. Çünki zülallar həmi turş mühitdə, həm də ki, qələvi mühitdə parçalanırlar. Turş mühit olduğu mədə, qələvi mühit olduğu nə? Nazik bağırsaq. Ağız olduğu zəif qələvi mühiti, yoğun bağırsaq olduğu zəif qələvi mühit. Bunu da yadınızda saxlayın və yaxud da qeyd kimi bir yerə yazın. 75. 75-də cədvəldir. Baxırıq. Deyir ki, cədvəldə həzm sisteminin müxtəlif vəzlərində X, Y və Z üzvü birləşmələri həzmə uğradan fermentlər sintez olunub olunmaması göstərilmişdir. Bu üzvü maddələri təyin eləyin. Baxırıq. X da ağız suyu vəzlərindən təsirindən parçalanmır. Mədə vəzlərinin təsirindən parçalanır. Mədə-altı vəzlərinin təsirindən parçalanır. Mədə vəzlərinin təsirindən parçalananlar süd yağları, süd zülalları idi. Bunu bildik. Yəni süd zülalları deyəndə süddən bəhs eləyirsə, deməli burada heyvan mənşəli zülallar və heyvan mənşəli yağlardır. Bu da belə deyək də, yəni burada mədədə bitki yağları parçalanmır. Mədə-altı vəzdə isə həm karbohidratlar, həm zülallar mədə-altı vəzlərinin hormonların təsirindən, yəni həm necə deyirlər, karbohidratlar, həm zülallar, həm də yağlar parçalanır. Bunu da bu qeyd kimi yadınızda saxlayın. Baxırıq indi. Ağız suyu vəzlərinin təsirindən X parçalanmır. Deməli X karbohidrat deyil. Karbohidrat olsaydı parçalanardı. Deməli X ya zülaldır, ya yağdır. Mədə vəzlərinin təsirindən indi baxırıq X-a. X karbohidrat A variantı deyil. Çünki dedik ki, karbohidrat qismən ağız suyu vəzlərinin təsirindən parçalanır. X zülal ola bilər. X karbohidratların üstündən xətt çəkək. X bitki yağı da ola bilməz. X bitki yağı da ola bilməz. Qaldı burada B ilə C. İndi baxırıq. X hər ikisi zülal olacaq. Y-ə baxırıq. Y ağız suyu vəzlərinin təsirindən parçalanırsa artıq bu nədir? Karbohidratdır. Vəssalam, cavabımız artıq bəlli oldu. Karbohidratdır. Yəni X zülal, Y karbohidrat, mədə-altı vəzinin təsirinin isə dedik ki, mədə vəzlərində heyvani mənşəli yağlar və zülallar parçalanır. Mədə-altı vəzi isə bütün karbohidratlardır, yağlardır, zülallardır, parçalayan vəzlər, yəni hormonları var. Yəni cavab burada olacaq nə? Zülal, karbohidrat, zülal deməli 75 hə. Zülaldır, X olacaq zülal, Y olacaq karbohidrat, Z olacaq bitki yağı. Yəni cavab C variantı. 76 da eyni sualdır.
76'da da eyni şeyi bizdən istəyir. Zulal deyir parçalanmır, karbohidrat parçalanır, bitki yağı parçalanmır. Deməli X nədir? Ağız suyu vəzləridir də. Bunu bildik biz. Biraz əvvəldə onun izahını vermişdik. X oldu nə? Ağız suyu vəzləri. Deməli burada heç A getdi. Y-ə baxırıq. Zulal, bir dənə zulal parçalanır. Bitki yağı isə parçalanmır. Bu da olacaq mədə vəzləri. Mədə vəzləri. Mədə altı vəzi yox. B də getdi. Mədə altı vəzinin təsirindən bütün Z olacaq mədə altı vəzi. Yəni bütün karbohidratlar, zulallar və yağlar parçalanır. 76-ya bu birən tərəfinə baxırıq. Birinci ağız suyu vəzləri getdi buradan. Mədə vəzləri və mədə altı vəzləri. Cavab D variantı. 77-yə baxırıq. 77-də həzm kanalından kənarda yerləşmiş həzm vəzlərindən hansıları yağları həzmə uğradan fermentlər ifraz eləyir? Hansıları deyir ki, yağları həzmə uğradan fermentlər ifraz eləyir? Yalnız mədə-altı vəzləri. Bu mədə-altı vəzlər yağlardır, karbohidratlardır, zulallardır, həzmə uğradan fermentlər ifraz eləyir. 78. 78-də bizə deyir ki, Eyler-Venn diaqramında əsasən uyğun bəndləri müəyyən edin. Qaraciyər, mədə yenə də ortaq və fərqli xüsusiyyətləri qeyd edəcəyik. Biraz əvvəlki işlədiyimiz test kimidir bu da. Zədələnməsi siroz xəstəliyini gətirib çıxardır qaraciyər. Qaraciyərə 1. Qarın boşluğunda yerləşir hər ikisi. Əzələ qatında uzunluğuna, eninə və köndələn sayı mədə. İfraz etdiyi maddələr mədə-altı vəzinin fermentlərini aktivləşdirir qaraciyər. Şirəsinin tərkibində fermentlər, xlorid turşusu və selik vardır. Məlum məsələn, mədə. Xlorid turşusu sözünü gördüksə, deməli bu nədir? Selik vardır, xlorid əsas şirəsinin tərkibində fermentlər, xlorid turşusu və selik vardır. Bəli. Bu da olacaq mədə. Həzm kanalının ən geniş hissəsidir mədə. Yəni 3, 5, 6 mədə. Baxaq görək var cavablarda. 3, 5, 6 mədə. 2 hər ikisinə aid olan xüsusiyyət. 1 ilə 4 də qaraciyərə aid olan xüsusiyyət. Yəni cavab D variantı. 79-a baxırıq. 79-a da bizə deyir ki, cədvəldə insanın müxtəlif cür dişlərinin bəzi xüsusiyyətləri verilmişdir. Buna əsasən hansı ifadə doğrudur? Normal antigen zamanı 16 yaşından sonra çıxır. X nə olacaq? 16 yaşından sonra çıxan dişlər ağıl dişləridir. Öz diş növü ilə də ağıl dişləri qonşudur. Həm öz diş növü ilə, həm də daimi dişlə qonşudur. Həm öz diş növü ilə ağıl dişləri, həm də daimi dişlərlə qonşudur. X olacaq dedik ki, ağıl dişləri. X, yəni bunun sayını istəyir bizdən, yoxsa nəyini istəyir? Ümumiyyətlə doğru olanı X-a baxırıq. X-in yetkin insanda sayı cəmi 8 ədəddir. Xeyr, X ağıl dişləridir. X-in sayı 4 ədəddir. İkisi yuxarıda, ikisi aşağıda. X-lara baxırıq. İndi Y-ə baxaq görə Y nədir? Öz diş növü ilə qonşu deyil. Deyil. Müsbət qoyublar buna, yəni düz deyir. Öz diş növü ilə qonşu olmayan dişlər ağızda köpək dişləridir. Üst sağ çənədə də 1 ədəddir, sol çənədə də 1 ədəddir köpək dişləri. Arxa tərəfdən kiçik dişləri ilə qonşudur. Ön tərəfdən kəsici dişləri ilə qonşudur. Yəni öz diş növü ilə qonşu olan diş deyil. Bunun sayı 4 ədəddir. Yazıb ki, burada da X və görə elə nə yazıb? Y nə yazıb? Y kəsici və kiçik dişləri ilə qonşu olur. Bəli, Y kəsici və dedim axı, arxa tərəfdən kiçik dişi ilə qonşu olur. Köpək dişi. Ön tərəfdən kəsici diş növü ilə qonşu olur. Burada yerim olsaydı yazıb göstərərdim sizə. Görün burada yer tapa biləcəm yazıb göstərmək üçün. Baxın. Tutaq ki, yetkin insandır. Bax, tutaq ki, yetkin insandır. Yetkin insanda 3 dənə sol tərəfdə böyük yazı diş, 2 dənə kiçik yazı diş, 1 dənə köpək dişi, 4 dənə də kəsici dişi var. Eynən də indi bu qayda ilə
bu elə bil ki, ağzın sol tərəfidir. Yəni bu kəsici dişlərin qoy ikisini sileyim. İkisini sildim. Bax elə bil ki, bu üst çənənin sol tərəfidir. İndi eynən də bu qayda ilə də üst çənənin sağ tərəfini göstərə bilərik. Yerim yoxdur deyə göstərə bilmirəm. Amma eynən bu qayda ilə yenə də 2 dənə kəsici diş, bir dənə köpək dişi, 2 dənə kiçik azı diş, 3 dənə də böyük azı diş var. Axırıncı böyük azı diş, yəni bu ağıl dişi hesab olunur. İndi bax bu köpək dişi budur da. Köpək dişinə baxırıq. Qabaq tərəfdən kəsici dişlərlə, arxa tərəfdən kiçik azı dişi ilə qonşudur. Deməli bu öz diş növü ilə qonşu olan dişlərlə qonşu deyil də. Aydın oldu necə? İndi suala baxırıq 79-a. Yazıb ki, Y kəsici və kiçik azı dişi ilə qonşu olur. Y kəsici və kiçik azı dişi ilə qonşu olur. Y nə oldu? Köpək dişi. Ön tərəfdən kəsici, arxa tərəfdən kiçik azı dişi ilə qonşu olur. Yəni 79-a digər variantlara baxmaq ehtiyac yoxdur. Cavab A variantı. Ümid edirəm ki, başa düşdünüz. Yenə deyirəm, nəyə başa düşməsəz, şərh bölməsinə qeyd edə bilərsiniz. 80-a baxırıq. 80-a baxırıq. Görüm nə qədər sualımız qalıb. Nə qədər sual? 90 dənə sualımız qalıb. Bir 80-a baxırıq. 10 dənə sualımız qalıb, 20 dənə. Yazıb ki, insanın orqanı. Bu hansı orqandır? Demişəm ki, şəkillərə baxın. Mədədir bu. İndi deyir ki, 2 bədən boşluğunda yerləşərək ona birləşən orqan. 2 bədən boşluğunda yerləşərək ona birləşən orqan. 2 bədən boşluğunda nə yerləşir? Qida borusu. Qida borusu həm döş boşluğunda yerləşir, həm də qarın boşluğunda yerləşir qutaracağı. Yəni, X olacaq qida borusu. Şəkildəki orqanın şirə ifrazını gücləndirən sinirlər. Şəkildəki biz sinir sistemində keçmişdik. Parasimpatik sinirlər mədə vəzlərinin şirəsini ifrazını gücləndirir. Simpatik sinirlər isə azaldır. Yəni bir-birinə əks təsir göstərir də bunlar. Deməli X oldu qida borusu, X oldu parasimpatik, Y oldu parasimpatik sinirlər. Z-ə baxırıq. Şəkildəki orqanın fermentlərinin təsirindən kimyəvi parçalanmaya məruz qalmayan üzvü birləşmələr. Parçalanmaya məruz qalmayan. Burada süd yağları, süd zulaları parçalanır, karbohidratlar parçalanmır. Yəni nə olacaq? Qida borusu, parasimpatik və polisaxaridlər. Polisaxaridlər karbohidratların mürəkkəb birləşməsi. X, Y, Z maddələrinin biri nişasta, biri yağ, biri isə zülaldır. Aha, bildik. Biri yağ, biri nişasta, biri isə zülaldır. Təcrübəli nəticəsinə görə bu maddələr təyin edin. Ağız suyunun üstünə X gəliblər. Yəni X-in üstünə ağız suyu töküblər, belə deyək. Və Y töküblər. Yalnız Y parçalanıb. Ağız suyunun təsirindən uşaqlar, mən sizə demişdim, nə parçalanar? Ağız suyunun təsirindən parçalanar nə? Karbohidratlar parçalanar da. Bunu məsəl üçün bildik. Y nədir? Karbohidratlardır. Baxırıq o birisinə. Mədə şirəsinin Y, Z-in üzərinə də mədə şirəsi töküblər. Yalnız Z parçalanıb. Z parçalanıbsa, demək Z nədir? Z zülaldır da. Deməli Z parçalanıbsa, zülal parçalanıb da. Mədəaltı vəzinin şirəsi və ödü də X və Z ilə qarışdırıblar. Hər ikisi parçalanıb. Deməli, cavab burada baxırıq. Y nə olacaq? Y olacaq ağız suyun təsirindən parçalanan karbohidrat. Yəni nişasta da ola bilər. Sonra Z parçalanıb mədə şirəsinin təsirindən. Z də ola bilər zülal. X də ola bilər yağ. Yəni cavab burada B variantı. Bunların izahını yuxarıda daha açıqlaması ilə vermişdim. 82. İnsan həzm kanalında fermentlərin təsirindən hansı parçalanma baş verməz? Uşaqlar, fermentlərin təsirindən mən sizə demişdim ki, zulallar parçalanır amin turşularına. Yağlar parçalanır gliserin və yağ turşularına. Baxırıq indi. Baş verməz. Deyir ki, zulallar amin turşularına parçalanır. Bəli, bir düzdür, bir baş verər. Yağlar glikoz amin turşularına parçalanır. Xeyr, yağlar
gliserin və yağ turşularına parçalanır. Yəni 2 götürürük. 3-ə baxırıq. Mürəkkəb karbohidratlar glikozaya parçalanır, düzdür? 4-ə baxırıq. Yağlar gliserin və yağ turşularına, düzdür? Zülallar demişdik ki, amin turşularına parçalanır. Glikoza və gliserinə xeyr. 2, 5. Mürəkkəb karbohidratlar gliserin və amin turşularına, bu da 6. Deməli, mürəkkəb karbohidratlar glikozaya parçalanır, gliserin və amin turşularına parçalanmır. Yəni 82-də cavab 2, 5, 6. 83-ə baxırıq. İnsanın mədə divarlarında hansılar olar? Uşaqlar, insanın mədə divarlarında deməli 83-də insanın mədə divarlarında saya əzəllər bəli ola bilər və xovlar, xovlar nazik bağırsaqda olur, yoğun bağırsaqda daxili 2, 5 xarici sekresiya vəzləri və saya əzələlər. 83-də 2, 5. 84-ə baxırıq. İnsan üçün hansı mülahizələr doğrudur? Həzm kanalında zülallar bir-birindən kəskin fərqlənən iki mühitdə parçalanır. Həzm kanalında zülallar düzdür də bir-birindən kəskin fərqlənən iki mühitdə parçalanır. Həm turşu mühitdə parçalanır, həm də ki qələvi mühitdə parçalanır. Deməli 84-də 1-i götürdük. 2-yə baxırıq. Həzm kanalında üzümadan parçalanmasında yalnız daxili sekresiya vəzləri iştirak edir. Xeyr, həm daxili sekresiya vəzləri də iştirak edə bilər, xarici sekresiya və qarışıq vəzlər də iştirak edə bilər. 2 yanlışdır. 2 yanlışdır. 1-i götürdük. İndi o birislərinə baxırıq. 84-də deməli nə götürdük? 1-i götürdük də. İndi baxırıq o birislərinə. Həzm kanalında kənarda yalnız 6 iri xarici sekresiya vəzləri var. Xeyr, 6 dənə yox, 8 dənə var. Orada 3 cüt ağız suyu vəzləri idi. 2 dənə də qaraciyər və mədə-altı vəzləri idi. Yəni bu da yanlışdır. 4-ə baxırıq. Həzm kanalında öd yağları gliserin və yağ turşularına parçalayır. Deyir ki, həzm kanalında öd yağları gliserin və yağ turşularına parçalayır. Bu da yanlışdır. Öd mədə-altı vəzi fermentlərini fəallaşdırır. Aha, bu doğrudur. Su yoğun bağırsaqdan sorulur. Aha, bu da doğrudur. Yəni cavab oldu neçə? Cavab oldu 84-də 1, 5, 6. 85-ə baxırıq. Deməli 85-də də bizə deyir ki, insan üçün yoğun bağırsağa aid xüsusiyyətlər hansılar ola bilər? Yoğun bağırsağa aid olan xüsusiyyətləri bizdən soruşur. Deməli, ADY-K vitaminlərin sorulmasını asanlaşdırır. Doğru ola bilər. AD yox. Orada təkcə K və B vitaminlərinin sorulması idi. 2-yə baxırıq. Bəzi bakteriyaların yaşadığı yerdir. Düzdür. Bəzi bakteriyaların yaşadığı yerdir. Sellyozanın bakteriya parçalanması burada gedir. Bəli, yoğun bağırsaqda gedir. 4-ə baxırıq. Suyun çox hissəsi və vitaminlər burada sorulur. Bəli, burada sorulur. Yağların həzmini asanlaşdırır. Bu əsasən ödün funksiyasına aid idi. Zərərli maddələri zərərsizləşdirir. Bu da qaraciyərin funksiyasına aid idi. Yəni 86-da nə oldu 86-da? Yox, 85-də nə oldu 85-də? 2, 3, 4. 86-ya baxırıq. İnsanın fərdi inkişafı zamanı ontogenezə çıxan, deyir ki, insanın ontogenezində uşaqlar 6-7 aylığından süd dişləri çıxmağa başlayır. Və 20 ədəd süd dişləri olur. Həmin o 20 süd dişləri, yəni hansı dişlərdir onlar? Kiçik yazı dişləridir, köpək dişləridir, bir də kəsici dişlərdir. Böyük yazı dişlər sonradan çıxır. Deməli, burada 20 dənə süd dişləridir. Ümumi dişlərin sayı isə, yəni 20 dənə süd dişləri sonradan tökülür təzəsi ilə, yenisi ilə, daimi dişlərlə əvəz olunur. Yəni ümumi 40. Orada da 12 dənə böyük yazı dişləri, daimi dişlər. 52. Ümumiyyətlə insanın ontogenez zamanı 52 dənə dişi çıxır ağzından. İndi bunu bildik. Baxırıq indi variantlara. Kiçik azı dişlərin
Yox, kiçik azı dişlərin sayı böyük azı dişlərin sayından çox olur. Deyir ki, insanda kiçik azı dişlərinin sayı böyük azı dişlərinin sayından çox olur. Uşaqlar, kiçik azı dişləri ontogenesində çıxan nə qədər çıxır? 2, 4, 6, 8. 8 dənə kiçik azı dişimiz var, düzdür? Bu süd dişləri də olsa belə tökülür, yeni təzəsi ilə əvəz olunur. Yəni ümumiyyətlə İnsanın ağzından kiçik azı dişləri 16 ədəd çıxır. 8-i birinci, yəni süd dişləri töküldü. Yenə də 8 dənə çıxdı. Yəni kiçik azı dişləri 16 dənə çıxdı. Böyük azı dişlərin sayından çox olur. Böyük azı dişləri isə daimi dişlərdir. Onlar çıxdı ki, hissədə tökülmür. Süd dişləri deyil yəni onlar. Daimi dişlər, böyük azı dişləri isə 3 dənə üstün sağ tərəfində, 3 dənə sol tərəfində, alt dənə eyni 6 dənə. Yəni 12 dənədir. Kiçik azı dişlərin sayısı ontogenes zamanı 16 dənə çıxır. Yəni bunun 8-i süd dişləri düşdü, təzədən çıxdı. Təzədən çıxdı da 16 dənə. Yəni 8 dənə də sonradan çıxdı, 16 dənə. Ümid edirəm ki, başa sala bildim. 2-yə baxırıq. Yəni deməli bu düzdür də, çox olur. 2-yə baxırıq. Kəsici dişlərin sayı kiçik azı dişlərin sayına bərabər olur. Kəsici dişlərin sayı 4 dənə yuxarıdadır, 4 dənə aşağıdadır, 8 dənə. 8 dənə, düzdür? Bu ontogenes zamanı süd dişləri də axı həm də düşdü, təzədən çıxdı. Yəni 16 dənə oldu da. İkinci dəfə çıxartdı da yenə 8 dənə çıxdı da. Əvvəl də 8 dənə var idi, tutaq ki, o süd dişləri idi. Töküldü 8 dənə, yenidən 8 dənə çıxdı. Yəni daimi diş kimi çıxdı. Yəni 16 dənə ümumiyyətlə ağızdan kəsici diş çıxdı. Kiçik azı dişlərin sayına bərabər olur. Bəli, kiçik azı dişləri də hər sənədə 4 dənədir, yəni 8 dənə düşdü, töküldü, yenə təzəsi 8 dənə çıxdı. Yəni 16 dənə. Həm də 2 düzgündür. Köpək dişlərinin sayı kəsici dişlərin sayına bərabər olur. Köpək dişləri yuxarı və aşağı çənədə hərəsində 2 dənədir, yəni 4 dənə çıxdı, töküldü, çıxdı, oldu 8 dənə. Məsəl üçün ümumi ağızdan çıxan dişlər, köpək dişləri. Yəni kəsici dişlərin sayı isə 16 dənədir. Bu yanlışdır. Ontogenes zamanı 16 dənə kəsici dişlər çıxdı. Kəsici dişlərin sayı kiçik azı dişlərin sayından çox olur. Kəsici dişlərin sayı 16 dənədir. Kiçik azı dişlərin də sayı ontogenes zamanı da çıxan sayı 16 dənə olur. Yəni burada cavab 1, 2. 87-yə baxırıq. 87-də də eyni deməli sualdır. İndi görək burada nə deyir bizə? Deyir ki, köpək dişlərin sayı yetkin insanın kəsici dişlərin sayına bərabər olur. Köpək dişlərin sayı 4 dənədir. Ontogenes zamanı isə 8 dənə çıxır ağızdan. Yetkin insan kəsici dişlərin sayı 16 dənədir. Bu yetkin insan kəsici dişlərinin sayına bərabər olur. Deyir ki, insanın ontogenes zamanı çıxan köpək dişlərinin sayı nə qədər olur? Birinci 4 dənə çıxdı, sonra töküldü, yenidən çıxdı. Yəni süd dişləri idi tökülən, daimi dişlərin əvəzi oldu 8 dənə. Yetkin insanın kəsici dişlərinin sayı isə ağızda nə qədər olur? 8 dənə. Artıq bu deyir ki, yetkin insanın kəsici dişlərinin sayı. Yəni bərabərdir də, düzdür 1. İndi 2-yə baxırıq. Böyük azı dişlərinin sayı nə qədər olur? 3, 3, 6, 12 dənə. 6 dənə yuxarıda, 6 dənə aşağıda. Kəsici dişlərin sayından çox olur. Çıxan kəsici dişlərin sayından deyir ki, çox olur. Bu yanlışdır. Çıxan ontogenes zamanı ağızdan çıxan kəsici dişlərin sayı 16 ədəd olur. Onun 8-i süd dişləri olur, tökülür, sonra yenidən həmin o 8 dənə diş çıxır, daimi diş. Yəni ümumi ağızdan çıxan kəsici dişlərin ontogenes zamanı 16 dənə olur. Bu səhv oldu. 3-ə baxırıq. Kiçik azı dişlərin sayı kəsici dişlərin sayına bərabər olur. Kiçik azı dişlərin sayı ontogenes zamanı çıxan kiçik azı dişlər nə qədər olur? 8, 16 dənə. Kəsici dişlərin sayına bərabər olur. Bəli də, kəsici dişlərin sayı 16 dənə. 8 dənə ilk süd dişləri olur, töküldü, yenidən 8 dənə daimi dişlərlə əvəz olundu. 1, 3. Köpək 4-ə baxırıq. Köpək dişlərinin sayı, ağızdan çıxan köpək dişlərinin sayı 8 dənə. Yetkin insanın böyük azı dişlərinin sayına bərabər olur. Xeyr, yetkin insanda böyük azı dişlərin sayı 12 dənədir. 6 dənə yuxarıda,
3 dənə sağda, 3 dənə solda yuxarıda, alt dənə də aşağıda, üstünə 3 dənə sağda, 3 dənə solda. Yəni burada cavab olacaq 1, 3. 88-ə baxırıq. Aha, nə qəşəng diş şəkli çəkib burada göstərəcəm sizə. Yazıb ki, şəkildə normal ontogenez prosesi keçirən bir şəxsin alt və üst sənədəşində dişləri verilmişdir. Nələri söyləmək olar? Baxırıq. Baxın uşaqlar. Sayaq ümumiyyətlə. Bu olsun, yuxarı olsun, üst sənə, aşağı olsun, alt sənə. 2, 4, 6. Baxın 2, 4, 6, 8. Nədir bu? 2, 4, 6, 8, 10 dənə. Bunun ağzında 20 dənə dişi var. Demək hələ bunun böyük ağzı dişləri çıxmayıb. Böyük ağzı dişlərində sayı yuxarıda da 3 dənədir, aşağıda da üzr istəyirəm. Yuxarıda 6 dənədir, aşağıda da 6 dənədir. Yəni 12 dənədir. Ümumi olsaydı 32 dənə olardı. Deməli hələ bunun 20 dənə. Bunlar deməli süd dişləridir. Deməli burada böyük ağzı dişlər çıxmayıb. İndi baxırıq. Bu insanda daimi dişlər çıxmamışdır. Düz deyir də, daimi dişlər çıxmamışdır. Daimi dişlər böyük ağzı dişlərdir. Bir dəfə çıxır. Deməli 88-ə nə götürəcəm? 88-ə 1-i götürəcəm. 88-ə 1-i götürəcəm. Bu insanda iki diş növü ilə qonşu olan dişlər çıxmışdır. Bu insanda deyir ki, iki diş növü ilə qonşu olan dişlər çıxmışdır. Bəli, bu köpək dişləridir də. Baxın, köpək dişləri bulardır. Bulardır köpək dişləri. Bunu yazığa çəkəmədim. Baxın, köpək dişləri bulardır da. Bulardır. Ön tərəfdən kəsiz dişlə, arxa tərəfdən isə kiçik yazı dişlərlə qonşudur da. İndi deyir ki, bu insanda iki diş növü ilə qonşu olan dişlər çıxmışdır. Düz deyir də. İki diş növü ilə qonşu olan dişlər köpək dişləridir. Qabaq tərəfdən kəsiz dişlər, arxa tərəfdən kiçik yazı dişlər. 1, 2. Sonra 3-ə baxırıq. Bu insanda ağıl dişləri çıxmışdır. Yalan deyir, ağıl dişləri çıxmayıb axı. Bu səhvdir. 4-ə baxırıq. Bu insanda olan bütün dişlər ontogenezdə 2 dəfə çıxan diş növlərinə aiddir. Bəli, süd dişləridir. Ontogenez zamanı bunlar tökülür, təzədən yenisi daimi çıxır. 1, 2, 4. 5-ə baxırıq. Bu insanda olan kəsiz dişlərin sayı kiçik yazı dişlərin sayından çoxdur. Baxırıq. Kəsiz dişlərin sayı 4 dənə yuxarıda, 4 dənə aşağıda. Yəni 8 dənədir. Kiçik yazı dişlərə baxırıq. 2, 4, eynən də 6, 8. Yəni bərabərdir bunların sayı. Bir-birindən çox deyil. 5 də getdi. Bu insanda 6-ya baxırıq. Bu insanda yalnız öz diş növü ilə qonşu olan dişlərin sayı 4 ədəddir. Baxaq denə. Deyir ki, bu insanda yalnız öz diş növü ilə qonşu olan dişlərin sayı 4 ədəddir. Denə bu göstəreyim. Deyir ki, bu insanda yalnız yəni qonşu olan dişlərin sayı 4 ədəd yox, 8 ədəddir. 4-ü yuxarıdadır, 4-ü aşağıdadır. Hansı dişlərdə olar? Burada şəkildə tutaq ki, bu xətt çəkdiyim olsun, yuxarısı üst çənə, aşağısı olsun üst çənə. Burada deməli baxırıq kiçik yazı dişinə baxın. Ön tərəfdən də kiçik yazı dişi ilə qonşudur, arxa tərəfdən heç kim deyir ki, yalnız öz diş növləri ilə qonşu olan dişlərin sayı 1. Qabaqda da 2 dənə kəsici diş. Oldu 2, 3. Bir yanda da kiçik yazı diş 4. 4 dənə yuxarıda, 4 dənə aşağıdadır. 9-a baxırıq. Deməli burada cavab oldu 1, 2, neçə 4. 9-a baxırıq. 89-a baxırıq. 89-da da bizə deyir ki, doğru olanı müəyyən. 3 cüt iri həzm vəzlərinin axacaqları ağız boşluğuna açılır. Bəli, ağız boşluğuna açılır. 1-i götürdük. 2. Həzm kanalından kənarda 2 iri tək cüt olmayan həzm vəzsi nədir? Yerləşir. Nə? Həzm kanalında kənarda 2 iri tək cüt olmayan həzm vəzsi yerləşir. Bəli, qaraciyər və mədaltı vəz ikini də götürürük. 3-ə baxırıq. Qarın boşluğunda yerləşən həzm vəzlərinə fermentləri yalnız yağları parçalayır. Yalan deyir. Qarın boşluğunda yerləşən həzm vəzlərinin fermentləri yalnız yağları parçalayır. Yalan deyir. Mədaltı vəzi karbohidratı da parçalayır, zulalı da parçalayır, yağları da parçalayır. Yanlışdır. 4-ə baxırıq. Qarın boşluğunda yerləşən həzm vəzlərinin fermentləri yalnız zulal və yağları parçalayır. Karbohidratları da parçalayır. Mədaltı vəzi.
Deməli cavab 1, 2. 90-a baxırıq. Sonuncu suala. Uyğunluğu müəyyən eləyin deyir bizə. Fermentləri, üzvları, yağları, karbohidratları parçalayan orqandır. Nə? Mədə-altı vəzi. Bayaqdan deyirik onu. 1 oldu Y. Bax, 1 oldu Y. Qabağına yazıram. 1. 1. Yazamadım. 1. Y. Sonra fermentləri yalnız karbohidratlar parçalayan fermentlər yalnız karbohidrat olacaq nə? Ağız suyu vəzli olacaq da. 2 olacaq bu. Baxırıq, ifraz etdiyi maddə mədədən gələn turş qida horrasını neytrallaşdırır. Bax, bu da aid olacaq qaraciyərə. İfraz etdiyi maddə mədədən gələn turş qida horrasını neytrallaşdırır. Əsasən bu o da aid olan funksiyadır. Yəni bu da olacaq, 3-ə də olacaq A variantı. Yəni 3. Qarışdırdım. Yəni 3. Ümid eləyirəm ki, uşaqlar hər şey aydın oldu. Aydın olmayan nə varsa şərh bölməsinə qeyd eləyin. Bacardığımız qədər cavablamağa çalışacağıq. Oldu uşaqlar. Sağ olun, salamat qalın.